Quranın məna təhrifi. Quran-Kərimdə məna dəyişikliyi var. Məndə sığar ikən cahan, mən bu cahana sığmazam. Mənə bir deyə bildiyim şeir budur, ancaq həmişə o deyirəm. Yəni qarlı qalmasın deyə. Yəni bu söz qalır, mənanı başqa yozmaqla Quran-Kərimdə var yoxsa yoxdur? Dərsimiz ayəsi. Madə 6-cı ayə. Düzdür. Allah deyir ki, məsələn, dərsimizi belə al. Tərəf başqa yerə mənanı dəyişmir. O sözü dəyişmir. Mənanı başqa yerə ifadə edir. Bir tərəf, bir məzhəb sözü dəyişmir, mənanı başqa ifadə edir. Bunda öz sübutları var, özünə məxsus, özünə görə, bunda həmçinin. İndi hansı həqiqət ona işimiz yoxdur. O adi başqa dərslərimizə. Baxma ki, Quran-Kərimdə təhrif sözü bu mənada, yəni nə? Yəni Quranın mənasının təhrif edilməsi mənasında işlənmişdir ki, yəni nə? Quran-Kərimdə ayəmiz var ki, yəni insanlar Quranın oxuyurlar, mənasını başqa yerə yozurlar. Belə bir ifadə Quran-Kərimdə keçir. Lakin ayəmə 7-ci bu ayə mən demişdim sizə, çox möhtəşəm ayədir. Yəni mütəşabih, möhkəm ayə baxımından çox əla ayədir. Ayəni iki cürə məna ilə etmək olur. Hələ ikisi mən deyim də elə bir. Belə oxuyanda bu məna anlaşılır, elə oxuyanda başqa məna anlaşılır. Çox qəşəng ayədir bu. Mən dedim, təfsir mövzui, yəni Quran-Kərimin tematik mövzusu. Yəni super mövzu həqiqətən də bizə ən çox daha çox bundan hücum olunur. Bizə hər hansı bir tərəfindən mövzu baxımından ancaq Qurandan bəhs etməliyik. İnşallah gələcəyə biz o Allahın köməkliyindən keçərik, Allah yol açarsa. Ayə buyurur ki, فَأَمَّا فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ niyə? İbtiغاءَ الْفِتْنَةِ və ibtiğaə təvilih. Nədir mənası? Amma qəlblərində, bəzi ateistlər paylaşırlar. Ay qəlb elədir, qəlb belə. Axı bizim ürəyimiz belə şey deyil. Allah burada deyir ki, qəlb düşünür, qəlb haçanı düşünür. Deyirsən ki, ay vətəndaş, qəlb ürək demək deyil. Bizim dilimizdə ürəkdir. Bu ərəb sözüdür. Qəlb, yəni ürək, yəni ruh. Ürək demək deyil. Sizə deyəndə, deyin ki, qəlb ərəb sözüdür. Qəlb, iqlab, oxumusunuz da. Mənim bir şeyin qəlbi çevrilməli. Ruh deməkdir. Bizim dilimizdə ürəkdir. Bu ərəb sözüdür, Allah. Demişim, heyvan bizim dildə canlıya deyirlər. Bizim dildə hər hansı bir həyatda olan və vəhşi təbiətdə olan o heyvanlara deyirlər. İki ayaqlı, dörd ayaqlı. Düzdür? Amma ərəb dilində heyvan hər hansı bir canlıya deyirlər. Bizim dildə heyvan məxsusdur onlara. Ərəb dilində heyvan bütün canlıya deyirlər. Əl-insanu heyvanun natiqun demişəm. Məntiq elmində qanun var. İnsan danışan heyvandır. Nəinki bu itdən, pişikdən, donuzdan yox. İnsan danışan canlıdır. Onu ərəb dilində tərcümə edəndə bizim dillə gələ tərəf düzgün tərcümə eləsin. Ərəb dilində heyvan canlıdır. Bizim düşündüyümüz heyvan demək deyil. O da aiddir. O heyvanla canlıdır. Amma tək o deyil. Bütün canlılar ərəblər heyvan deyirlər. Amma qəlblərində, qəlblərində, ruhlarında haqdan dönüşlük, azğınlıq. Baxın, diqqət abi fikir verək. Ayədə burada qəşəng məna var. Haqdan dönüşlük, olan fitnəkarlıq və təvil etmək. Təvil nədir? Düzgün olmayan məna vermək. Məqsədi ilə bu kitabın mütəşabihinə tabi olarlar. Yəni, batini mənanı anlamadan iddia etmək və danışmaqlıq. Bir var, ayənin butun deyərlər, bəltını, yəni içi, qarın, dərin. Bir var təfsir, bir var təvil. Bunlar hamısı öz izahı var. İnşallah keçəcək bir sentyabrda. Təfsir elmi nə deməkdir? Təfsir nədir? Təvil nədir? Ayənin bətni nədir? Hətta bu ayənin özünün mənası nə deməkdir? Adamlar var ki, ara qızışmaq istəyirlər. Baxın, fitnə, ibtiğaal fitnə. Ara qızışmaq istəyirlər, fitnə törətmək istəyirlər. Ayəni başqa yerə yozurlar. Niyə? Deyir, çünki bunların içində nə var? Xarablıq var. Bunların qəlbi zaydır. Bunların qəlbi haqdan dönüb deyə getmək istəyən cəhənnəmə özünə yoldaş axtarar, aparar özü ilə qarnı baxımından
İstəyir ki, mən azmışam, qoy bu da azsın. Və təvil etmək və onun düzgün o məna yozmaqlıq məqsədlə bu kitabın mütəşabihinə tabe olarlar. Var möhkəm, var mütəşabih. Mən deyim haşiyə çıxım. Quranda var möhkəm ayələr, var mütəşabih ayələr, bir də var təfsil. Üçüncü demişəm. Biz zaten ikisini deyirik, möhkəm mütəşabih. Yox, üçüncü də var. Mən bunu deyirəm təfsil elmindən. Möhkəm budur ki, oxuyursan, anlayırsan. Məsələn, nə deyək? Atuz zəkat, zəkat verin. Məlumdur, bəli. Namaz qılın, məlumdur, bəli. Quran hidayətdir, məlumdur, bəli. Ayə mütəşabihdir. Yəni, oxuyanda dəqiq iç mənası anlamırsan. Onun gözə görkənən mənası şərt deyil. Məsələn, yadullah, Allahın əli. Hə, Allahın əli var, yox, yox. Əldən məqsəd nədir? Balə mütəşabih. Bir də var təfsil, təfsil, şad yazır. İndi Quran-Kərimdə neçədə möhkəm ayə var? Neçədə mütəşabih ayə var? O risaləni bilmək olmur. Niyə? Deyir, ayə var ki, səhəcin möhkəmdir. O da mütəşabihdir. Sən anlayırsan, o anlamır. Mən anlamıram, ayə mənim üçün qəlizdir. Adam var, alimdir, anlayır. Ayə və mütəşabihdir, bəzi üçün möhkəmdir. Yəni, əksinə də, çətin olan ayə mənim üçün çətindir, amma bəzi üçün asandır. Bəzisində asandır, bəzisində nədir? Çətindir. Belə əksinə, o da təfsil. O üçün demək olmaz ki, neçədən Quran-Kərim möhkəm ayə var? Sənin üçün çətin ola bilər, amma bəzisi üçün yox. Quranda hər şey var, nə cəhətdən? Hidayət baxımından. Və Quran hər bir şeyi açıqlayıb kimlər üçün? Mən Peyğəmbər üçün. Onlar bilirlər Quran-Kərimdə nələr var, nələr yox. Onlar bilirlər dərinliyi, biz bilmirik. Deyirlər, Quran-Kərim ayə deyir ki, Quran-Kərim təfsilən izah olub və həsən hədisə ehtiyac yoxdur. Kimlər üçün izah olunub? Onlar üçün. Biz bilmirik axı.